Yengeç bürcü 7 yanvar 2026-cı il. Demək olar ki, dərhal həyata keçirməyə başlaya biləcəyiniz bir neçə fikir yaranacaq. Bunun üçün yəqin ki, başqasının köməyinə ehtiyac olmayacaq. Amma tanışlıqlar dəstək təklif etsələr imtina etməyin. Birgə addımlar uğura daha tez çatmağa və əvvəllər sizi tam anlamayan və ya hər məsələdə dəstəkləməyən insanlarla münasibətləri yaxşılaşdırmağa kömək edəcək. Bugün peşəkar tədbirlərə, seminar və ya konferanslara qatılanlar üçün faydalı tanışlıqlar mümkündür. Əgər çıxış planlaşdırmısınızsa, yaxşı hazırlaşın, amma improvizasiya üçün yer saxlayın. Bəzən ən inandırıcı fikirlər son anda yaranır. Gün hər zaman sizin tərəfinizdə olan və çətin anlarda dəfələrlə dəstək göstərmiş insanlarla ünsiyyət üçün çox uyğundur. Həmçinin əvvəllər haqqında çox eşitdiyiniz insanlarla qeyri-adi görüşlər mümkündür. Qarşılıqlı simpatiya hissi dərhal yarana, dostluq münasibətləri başlaya bilər. Romantik münasibətlərin başlanğıcı da istisna deyil. Buğa bürcü 7 yanvar 2026-cı il. Günə daha sadə işlərlə başlayın. Ciddi və məsuliyyətli məsələlərə isə tələsmədən mərhələli şəkildə keçin. Səhər saatlarında bir çox buğalar bir qədər yüngül xasiyyətli davranmağa meyil olacaq və bu ətrafdakıları çaşdıra bilər. Hətta köhnə müttəfiqlər belə sizə güvənməyə tərəddüd edə bilərlər. Çünki yanaşmanız onlara qəribə görünəcək. Ancaq bir qədər sonra anlayacaqlar ki, siz öhdəliklərdən yayınmır, qaydaları pozmur, tərəfdaşları çətin vəziyyətdə qoymursunuz. Bundan sonra ünsiyyət xeyli asanlaşacaq. Təklifləriniz dəstəyi yapacaq. Hətta başqaları da maraqlı ideyalarla çıxış edəcəklər. Axşama yaxın müsbət meyillərin təsiri daha da güclənəcək. Bir çox buğanın əhvalı yaxşılaşacaq. Sizə dəyərli olan insanları sevindirmək və ruhlandırmaq istəyi yaranacaq. Xüsusilə sizə mühüm kömək göstərmiş insanlara qarşılıq vermək imkanı olacaq. Əkizlər bürcü 7 yanvar 2026-cı il. Səhər saatlarında mübahisələrdən qaçmaq çətin olacaq, amma yenə də çalışın. Əgər fikir ayrılığından yayılmaq mümkün olmasa, arqumentlərinizin əsaslı olmasına diqqət edin və müzakirələrini sakit, konstruktiv şəkildə aparın. Bugün çoxlu insanla ünsiyyətdə olan əkizlər üçün asan olmayacaq. Kiminsə sizi təxribata çəkməyə, əsəblərinizi pozmağa çalışması mümkündür. Vacib qərarları başqalarının təsiri altına verməməyə çalışın. Ümumilikdə isə təkid məsləhətlərdənsə öz sağlam düşüncənizə güvənin. Günün ortası daha yetkin əkizlər üçün sakit keçəcək. Gənc nümayəndələr isə xırda detallara həddindən artıq reaksiya verə, boş yerlərə görə inciyə bilərlər. Onlara ünsiyyətdə seçici olmaq və əhvalı korlayan insanlardan uzaq durmaq tövsiyə olunur. Xərçəng bürcü 7 yanvar 2026-cı il. Gün olduqca gərgin və asan olmayan keçəcək, amma ciddi məyusluq üçün səbəb yoxdur. Qarşılaşacağınız çətinliklərin aşılması mümkün olan problemlərdir. Üstəlik, ehtiyaclarınıza kömək etməyə hazır insanlar yanınızda olacaq. Əsas odur ki, müttəfiqlərinizə onlardan nə gözlədiyinizi dəqiq izah edəsiniz. Bu, boş zəhmətin və məyusluğun qarşısını alacaq. Xırda detallara xüsusi diqqət yetirmək faydalı olacaq. Əhəmiyyətsiz görünən məqamları belə gözdən qaçırmayın. Adi haldan fərqlənən hadisələri də müşahidə edin. Bugün gözlənilməz təsadüflər və qeyri-adi situasiyalar taleyin işarəsi ola bilər. Şir bürcü 7 yanvar 2026-cı il. Günə vacib işlərlə başlayın. Səhər saatlar çətin tapşırıqların həlli ciddi suallara cavab tapmaq üçün uyğundur. Bu vaxt həm də sizin günahınız olmadan uzanan danışıqları uğurla başa çatdırmaq şansınız daha yüksək olacaq. Son vaxtlar maliyyə çətinlikləri yaşayan şirlər üçün bu problemlərə son qoymaq imkanı yaranacaq. Bu, müəyyən səylər tələb etsə də, siz məqsədlərinizə çatana qədər dayanmayacaqsınız. Daha sonra qısa fasiləyə ehtiyac yaranacaq. Qayğılardan bir qədər uzaqlaşmaq üçün, məsələn, gəzintiyə çıxmaq yaxşı fikir ola bilər. Köhnə tanışlardan biri sizə qoşular və bu zaman ortaq planlarınızı müzakirə edib birgə addımlar barədə razılığa gələ bilərsiniz. Qız bürcü 7 yanvar 2026-cı il. Səhər üçün vacib və faydalı bir iş planlaşdırın. Bu demək olar ki, hər şeyin alındığı bir vaxt olacaq. Ulduzlar demək olar ki, limitsiz dəstək vəd edir. Bundan ən asan yararlananlar yaradıcı qızlar olacaq. Onlar düzgün addımı sanki hiss edəcəklər. Hər zaman dəqiq planla və məntiqlə hərəkət etməyə öyrəşənlər üçün bir qədər çətin olsa da, onlar da məqsədə gedən yolu tapacaqlar. Sadəcə biraz gec. Günün birinci yarısı uğurlu və məhsullar olacaq. Lakin xeyli yorucu keçəcək. Buna görə də sonradan istirahətə ciddi ehtiyac hiss etməyiniz təəccüblü olmayacaq. Qalan işləri bölüşdürmək və ya dostlardan, tanışlardan kömək etmək barədə düşünün.
Tərəzi bürcü 7 yanvar 2026-cı il. Uğurlu təsadüflər günün əvvəlində bir neçə çətin işi tez bir zamanda həll etməyə imkan verəcək. Vaxtı boşuna sərf etməyəcəksiniz. Bu da rəqibləri qabaqlamağa şərait yaradacaq. Əvvəllər sizi lənglikdə ittiham edən insanlar yanıldıqlarını anlayacaqlar. Hətta bəziləri birgə layihələrdə iştirak təklif edə bilərlər. Cavabla tələsməyin. İntuisiya sizə doğru qərarı göstərəcək. Günün birinci yarısı uzun müddətli təxirə salınan xırda işlər üçün də uyğundur. Bu işlər çox vaxt aparmayacaq və hər şeyi tək başına görməyə də ehtiyac qalmayacaq. Kömək etmək istəyənlər tapılacaq. Əqrəb bürcü 7 yanvar 2026-cı il. Son vaxtlar işləri qaydasına getməyənləri gün xoş sürprizlər sevindirəcək. Tez-tez problemlə üzləşən əqrəblər onların həll yolunu anlayacaq. Çətinlikləri tədricən aradan qaldırmağa başlayacaqlar. Hətta kiçik uğurlar belə sizi ruhlandıracaq, amma bununla kifayətlənmək lazım deyil. Hətta böyük qələbələr üçün də şans var. Bugün yeni tanış olduğunuz insanların dəstək təklif etməsi mümkündür. Birgə fəaliyyətlər sizi yaxınlaşdıracaq, qarşılıqlı simpatiya yaradacaq və bu gözəl bir romantik hekayənin başlanğıcı ola bilər. Əgər günün birinci yarısı yeni işlər və təzə ideyaların reallaşması üçün uyğundursa, sonradan uzun müddət təxirə saldıqlarınıza qayıda biləcəksiniz. Burada hər hansı bir tələ gözləməyə dəyməz. Əksinə bəzi tapşırıqlar gözlədiyinizdən daha asan alınacaq. Oxatan bürcü 7 yanvar 2026-cı il. Gün sakit başlayacaq və ilk yarısında əvvəllər başladığınız işləri başa çatdıra, nəticələr çıxara və tələsmədən bundan sonra nə ilə məşğul olacağınızı müəyyənləşdirə biləcəksiniz. Bu vaxt sizi az adam yayındıracaq və bu xeyriniz olacaq. Daxili səsinizə qulaq asacaq, öz fəaliyyət planınızı quracaqsınız. Təhsil, məlumat toplama və təhlil, analitik işlər üçün də uyğun zamandır. Yaxın vaxtda yoxlanıla biləcək maraqlı ideyalar yarana bilər. Amma ünsiyyət üçün bu dövr elə də əlverişli deyil. Çünki insanlarla anlaşmaq bir qədər çətin olacaq. Günün ikinci yarısı isə sürprizlərlə dolu olacaq. Onların hamısı xoş olmayacaq. Gözlənməz hadisələr planlaşdırılmış görüşləri və ya əyləncəli səfərləri təxirə salmağa məcbur edə. Diqqəti yaranan problemlərin həllinə yönəldə bilər. Oğlaq bürcü 7 yanvar 2026-cı il. Son vaxtlar yığılan problemlərin öhdəsindən gəlmə şansı günün əvvəlində yaranacaq. Bu vaxt siz xüsusilə enerjili və ixtiraçı olacaqsınız. Üstəlik məsləhət və real kömək göstərməyə hazır insanlar yanınızda olacaq. Şərait ümumilikdə əlverişli olacaq. Siz bundan düzgün istifadə edəcəksiniz. İşgüzar sahədə müsbət dəyişikliklər gözlənilir. İş axtaran oğlaqlar cəlbedici təklif ala bilərlər. Bu dövr potensial tərəfdaşlarla danışıqlar, yeni müttəfiqlərin axtarışı, biznes planlarının müzakirəsi üçün də münasibdir. Balıqlar bürcü 7 yanvar 2026-cı il. Bugün nə planlaşdırmısınızsa, ehtiyatla hərəkət etməyin vacib olduğunu unutmayın. Gün ümumilikdə pis deyil, amma tələssəniz, risk etsəniz və ya addımlarınızın nəticələrini əvvəlcədən düşünməsəniz, çətin vəziyyətə düşə bilərsiniz. Günün əvvəlində sizə hətta məsləhətlə belə kömək edəcək adam tapılmaya bilər. Hadisələr kifayət qədər qeyri-müəyyən inkişaf edəcək. Etibarlı müttəfiqləriniz isə öz işləri ilə məşğul olacaqlar. Amma bu mənfi hal deyil. Diqqətlə intuisiyanıza qulaq assanız, nə etməli olduğunuzu anlayacaqsınız. Bir qədər sonra isə hər şeyi rahatlıqla danışa biləcəyiniz və dəstək alacağınız bir insan yanınızda olacaq. Dolça bürcü 7 yanvar 2026-cı il. Sizi asan olmayan bir gün gözləyir, amma ruhdan düşməyin. Ardıcıl hərəkət etsəniz, tələsmədən məqsədə doğru getsəniz, maneələr qarşısına geri çəkilməsəniz, hər şeyin öhdəsindən gələ bilərsiniz. Etibarlı müttəfiqləri olmayan dolçalar üçün də çətin olacaq. Onlar əsasən öz güclərinə arxalanmalı olacaqlar. Tanımadığınız insanlarla vacib planları paylaşmağa, xüsusilə maliyyə məsələlərini onlara etibar etməyə tələsməyin. Amma yanınızda güvəndiyiniz insanlar varsa, bu çətin dövr uzun sürməyəcək. Bugün çox şey əhval-ruhiyyənizdən asılı olacaq. Boş hadisələrə və yaxşı xəbərlərə köklənin. Sevinç üçün səbəblər tapmağa çalışın. Axşama yaxın maraqlı imkanlar daha da artacaq.